bağlıdır. Deyir ki, birinci sualda il boyu günəş şüalarının düşmə bucağının 66,5 dərəcədən az olmadığı coğrafi enlik. Əlbəttə ki, bura ekvatorial enlik olacaqdır. Çünki ekvatorial enlikdə gəlin hesablayaq. Günəşin maksimum və minimum düşmə bucağı. Ekvator tropikdə tropik işıqlanma qurşağında yerləşdiyi üçün ora maksimum günəş 90 dərəcə düşür. Gəlin minimumu hesablayaq. 90 çıxılsın, 0 üstə gəl. Daha doğrusu 0 üstə gəl 23,5 ilə hesablayacağıq. 90-dan 23,5 çıxacaq, 66,5 eləyəcək. Deməli, minimum bura 66,5 dərəcə bucaqla düşəcək. Keçin 2-yə. Sxemdə hansı iki məntəqə üzərində günəşin zenitdə olmaları arasındakı vaxt daha böyükdür? A məntəqəsində və E məntəqəsində günəş zenitdə olmur. Ona görə bunları cavablardan çıxırıq. Bir-birinə uzaq. Burada iki məntəqə tropiklərdir. Ona görə BD arasında günəşin zenitdə olmaları arasındakı vaxt fərqi daha çoxdur. 3. Yay gün dönümündə məntəqələrin hansılarında günəşin düşmə bucağı daha böyük olur? Yay gün dönümündə günəş 23,5 dərəcə şimal enliyində zenitdə olur. Deməli, şimal yarımkürəsinə günəşin düşmə bucağı daha çox olacaqdır. 1, 3, 5 doğru cavab olacaq. Qalanları cənubdur. 22 dekabrda hansı enlikdə günəş çıxdığı vaxt yerə bastığımız şaquli dirəyin kölgəsi 270 dərəcə azimutu göstərir. Uşaqlar, günəş şərqdə çıxır, yəni şərq tərəfdən çıxır. Günorta vaxtı düz başımızın üstündə olur. İndi bizim yox, haradasa enlik, harada zenitdədirsə orada və axşamüstü isə qərb tərəfdən batır. İndi tutaq ki, bu A nöqtəsidir. A nöqtəsi yerləşir 23,5 dərəcə cənub enliyində. Deməli, uşaqlar, burada səhər-səhər günəş şərqdən çıxır. İndi mən burada bunu bu formada yox, gözləyin. Bax, bu formada eləməliyəm. Səhər-səhər günəş şərqdə çıxır. Günorta saat 12-də günəş gəlir artıq 90 dərəcə bucaq, yəni düz başın üstündə dayanır. Axşam günəş batımında isə yenidən günəş keçir qərb tərəfə. Yəni şərqdə çıxır, qərbdə batır. 22 dekabrda hansı enlikdədir? Günəşin çıxdığı vaxt yerə bastırılmış şaquli dirəyin kölgəsi 270 dərəcəni göstərir. Mən sizə demişdim ki, günəş ha tərəfdədirsə, məsələn, günəş bizim solumuzdadırsa, kölgə sağımıza düşür. İndi burada deyir ki, kölgə sola düşsün, yəni 270 dərəcə azimuta düşsün. Deməli, günəş harada olmalıdır? Sağımızda olmalıdır. Və 22 dekabrda günəş ümumiyyətlə hansı enlikdə olur? 23,5 dərəcə cənub enliyində, yəni cənub tropikində olur. Y variantı doğru cavabdır. 5-ci suala baxırıq. Günəş 12 dərəcə cənub enliyində zenitdə olarkən hansı enliklərdə qütb gecələri müşahidə olunacaqdır? Deməli, biz nə edirik burada? 90-dan çıxırıq 12-ni, eləyir 78. 78 və özündən daha şimalda olan bütün nöqtələrdə qütb gecələri olur. İndi, burada baxırıq. Günəş çünki 12 cənub enliyindədir. Yəni, artıq cənub yarımkürəsindədir. Burada isə biz artıq şimalda, hardan sonra qaranlıqda onu tapırıq. Deməli, 3, 6 və 4-də artıq qaranlıq olacaq. C variantı doğru cavab olacaqdır. Bakı şəhərinə günəşin maksimum və minimum düşmə bucağını hesablayın. Gəlin hesablayaq. Günəşin maksimum və minimum düşmə bucağı 90 çıxılsın. 90 çıxılsın. Alfa plus minus beta düsturu ilə hesablanır. Alfa coğrafi enlikdir. Beta, daha doğrusu burada beta yox, plus minus 23,5 dərəcə düsturu ilə hesablanır. Alfa coğrafi enlikdir. Bakının coğrafi enliyi 40 dərəcə şimal enliyidir. Bəli, qaydalara dərsdən sonra təkrar baxa bilərsiniz. 90 çıxılsın, 40 üstə gəl 23,5. Bir dəfə də yazacağıq. 90 çıxılsın, 40 çıxılsın 23,5. 90-dan 63,5 çıxırsınız 26,5. 90-dan 16,5 çıxırsınız 73,5. Yəni doğru cavabınız B variantı olacaq. Günəş Bakıya minimum 26,5 düşəcək, maksimum isə 73,5 dərəcə düşəcək. Gəlirik 7-ci sual. Sxemdə verilən AB məntəqələrinə günəşin minimum düşmə bucağı 60 dərəcədir. Bu məntəqələr arasındakı məsafənin böyük miqyaslı qlobusda neçə santimetr olacağını tapın. Gəlin tapaq.
Önceliklə düsturdan yerinə qoyaq və hesablayaq. Alfanı tapmalıyıq. Yəni bunların hansı coğrafi enlikdə olmasını tapmalıyıq. 90 çıxılsın. Burada minimum düşmə bucağını istədiyi üçün alfa üstə gəl 23,5 bərabərdir 60. Alfa üstə gəl 23,5 bərabərdir 90-dan 60 çıxırsınız 30. Alfa da bərabərdir 30 çıxılsın 23,5-ə. Deməli alfa nəyə bərabər olacaq? 30-dan 23,5 çıxanda neçə eləyir? Burada cavablarınızı qeyd eləyin. Deməli biz burada tapdıq ki, 30-dan 23,5 çıxanda elədi 6,5. A da B də 6,5 dərəcə enlikdə yerləşirlər. Sonra burada baxırıq onlar arasındakı məsafəyə. Bir-birindən toplayırıq çünki fərqli yarımkürələrdədir. 6,5 üstə gəl 6,5 eləyir 13 dərəcə. Onu kilometrə çevirmək üçün vururuq 111-ə. O da eləyir 1443 kilometr. Deməli aralarında 1443 kilometr var. Deyir ki, böyük miqyaslı qlobusda nə qədər məsafə tutar? Böyük miqyaslı qlobus 1 bölünsün. Bu formada olacaqdır. 30 milyon yəni. Belə olacaq. Və bunu da gəlin miqyası çevirək. 1 santimetre olacaqdır. 1, 2, 3, 4, 5. 300 kilometr. X santimetrədə 1443 kilometr. Və çarpaz vurursunuz. Yəni 1443-ü böləcəksiniz 300-ə. 1443-ü 300-ə böləndə eləyir 4,81. Yəni B variantı doğru cavabdır. 8-ci suala baxaq. 22 dekabr tarixində günorta vaxtı 60 dərəcə şimal enliyinə günəş hansı bucaq altında düşər? Gəlin hesablayaq. 22 dekabr qış gün dönümüdür. Günəş cənub yarımkürəsində zenitdədir. Yəni beta 23,5 dərəcə cənub enliyidir. Alfanı isə özü verib 60 şimal enliyi. Düsturda yerinə qoyuruq. 90 çıxılsın 60 üstə gəl 23,5. Niyə topladın? Fərqli yarımkürələr olduğu üçün. 90-dan 83,5 çıxanda qalır 6,5. Yəni Y variantı doğru cavabdır. 9-cu sual. 65 dərəcə şimal enliyində qütb gündüzləri nə vaxt müşahidə edilir? Heç vaxt müşahidə edilməyəcək. Çünki qütb gecə gündüzləri qütb işıqlanma qurşağında müşahidə edilir. Onlar isə 66,5 və 90 dərəcə arasında yerləşir. Qütb ulduzunun 20 dərəcə bucaq altında göründüyü məntəqəyə günəş şüalarının minimum düşmə bucağı neçə dərəcə? Qütb ulduzu əgər bir məntəqədə görünürsə, o məntəqə şimaldadır və neçə dərəcə görünürsə, həmin dərəcə şimalda yerləşir. Yəni, məsələn, biz qütb ulduzunda 20 dərəcə görürüksə, deməli, bura 20 dərəcə şimal enliyidir. Və deyir ki, bura günəşin minimum düşmə bucağını hesabla. 90 çıxılsın, 20 üstə gəl, 23,5. Bilirsiniz ki, bura maksimum 90 dərəcə düşür. İndi minimumu tapırıq. 90 çıxılsın, 43,5. Eləyəcək 46,5, yəni A variantı. 11. Verilmiş qrafikə əsasən günəş şüalarının düşmə bucağının coğrafi enliklərdən asılılığı hansı tarix üçün doğrudur? Baxırıq ki, ekvatora, yəni burada o coğrafi enlikdir aşağıda yazılanlar, ekvatora 90 dərəcə düşür. Nə zaman günəş ekvatorda zenitdə olur? 21 martda və yaxud 23 sentyabrda. Deməli, cavab 23 sentyabrda. 12. Bakıda cisimlərin kölgəsinin ən qısa olduğu vaxt günəşin zenitdə olduğu enliyi tapın. Bakıda cisimlərin kölgəsinin ən qısa olduğu vaxt 22 iyundur. Yəni günəşin bizə ən yaxın olduğu vaxtdır. Deməli həmin zaman beta harda zenitdə olur? 23,5 dərəcə şimal enliyində, yəni şimal tropikində. C variantı. 13. Yer kürəsi sistemdəki vəziyyətinə uyğun gələn əlamətləri istəyir. Həmişə sizə demişəm ki, belə olanda şimal qütbünə baxın. Şimal qütbü qaranlıqdırsa artıq qışdır. Yox, ağ rəngdə olsaydı yay olacaqdı. Deməli, bura qış gün dönümüdür. Söhbət hansı tarixdən gedir? 22 dekabrdan gedir. Cənub yarımkəsdə yay fəsli başlayır. Bəli, doğrudur. Şimal yarımkəsi günəşə çevrilməyib. Yanlışdır. Şimal yarımkəsdə ən uzun gündüz deyil, ən uzun gecədir.
Yanlışdır. 2-ni, 3-ü cavablardan çıxırsınız. Biri də götürmüsünüzsə avtomatik cavabınız çıxır. Digər punktlara da baxaq. Çünki ikinci qəbula, yəni yay qəbuluna bunlar çox düşür. 23,5 Cənub Endə yerləşən coğrafi obyektlərin günorta vaxtı kölgəsi olmur. Bəli. Çünki günəş orada zenitdə olur. Günəş nəyin üstündədirsə orada kölgə yoxdur. 4 doğrudur. Cənub qütb dairəsindən cənub qütbünə kimi qütb gündüzləri müşahidə edilir. Bəli, doğrudur. Burada görürsünüz qütb gündüzü ağ rəngdədir. Bakıda gündüzün uzunluğu 12 saat değil, yanlışdır. A variantı doğru cavabdır. Niyə heç vaxt ekvatorda cisimlərin kölgəsi özü boyda olmur? Çünki cismin kölgəsinin özü boyda olması üçün ora günəş 45 dərəcə düşməlidir. Amma ekvatora günəş minimum nə qədər düşür? 66,5 dərəcə düşür. Ona görə B variantı doğru cavabdır. Günəş şüaları heç vaxt 45 dərəcə düşmür. Sonra hansı ölkələr üzərində günəş şüasının düşmə bucağı 90 dərəcəyə bərabər olmur? Yəni, iki tropikin arasında yerləşmir. Buradan deməli biz Kolumbiyanı çıxarıq, Braziliyanı, İndoneziyanı və Nigeri çıxarıq. A variantı. Çünki bunlar subtropik qurşaqda yerləşirlər, mülayim işıqlanma qurşağına düşürlər. Onlarda günəş zenitdə olmur. 16. Sxemə əsasən Bakıya günəş şüaları neçə dərəcə bucaq altında düşər? Öncəliklə gəlin baxaq. Günəş harda zenitdədir? Burada görürsünüz ki, 30 dərəcə şimal enliyinə günəş 45 dərəcə düşüb. Yəni, alfam 30 şimal enliyidir. Bettamın harda olduğunu bilmirəm. Cavabım isə 45 dərəcə. Düsturda yerinə qoyuram. 90 çıxılsın. 30 üstə gəl x bərabərdir 45-ə. 30 üstə gəl x bərabərdir 90-dan 45 çıxanda 45 eləyir. X də bərabərdir 15 dərəcə. 30 şimaldır, ortaya da plus yazmışamsa, deməli bu x cənubdur. Yəni günəş 15 dərəcə cənub enliyində zenitdədir. İndi Bakıya uyğun olaraq tapaq. Bakıda alfa 40 dərəcə şimal enliyidir. Beta isə artıq bilirik ki, 15 dərəcə cənub enliyidir. 90 çıxılsın, 40 üstə gəl, 15. Bərabərdir, 90-dan 55 çıxanda eləyəcəkdir 35. Deməli, həmin əraziyə 35 dərəcə bucaqla düşür. Növbəti sual 17. Yerin xəyali oxu orbit müstəvisinə neçə dərəcə meyilli olarsa, Bakıya günəş şüaları minimum 30 dərəcə bucaq altında düşər. Öncəliklə gəlin baxaq. Bakıya günəş əgər minimum 30 dərəcə bucaq altında düşərsə, o zaman günəş harda zenitdə olar? Öncə gəlin onu tapaq. Yəni bizim tropikimiz hansı olar cənub tropikimiz? Gəlin onu hesablayaq. Alfanı bilirəm, 40 şimal enliyidir. Bettamın hara olduğunu bilmirəm və cavabı bilirəm ki, 30 dərəcədir. Düsturda yerinə qoyuram. 90 çıxılsın, 40 üstə gəl, x, yəni beta, bərabərdir 30-a. 40 üstə gəl, x bərabərdir 90-dan 30 çıxanda 60-a, x bərabər olur 20 dərəcə. Aha, deməli bu zaman tropiklər 20 dərəcədən keçirdi. Və müəllimə sizə qayda öyrətmişdim. Tropiklə qütb dairəsinin cəmi 90 eləməli idi. Və qütb dairəsi nəyə bərabər idi? Meyillilik bucağına. Yəni, əslində mən 90-dan elə 20-ni çıxsam, 70 dərəcəni tapacam. Bu 70 dərəcə meyillilik bucağıdır. Həmçinin də qütb dairəsidir. D variantı doğru cavabdır. 18. Günəş 10 dərəcə şimal enliyində zenitdə olduğu zaman günəş şüası 70 dərəcə bucaq altında hansı enliklərə düşər? Gəlin baxaq. Saniyə. Aha. Deməli, nə edirik burada? Eləyəcək 90 çıxılsın, alfa, üstə gəl 10, bir dəfə belə hesablayacağıq, bərabərdir 70. Bir də yazacağıq ki, 90 çıxılsın, alfa minus 10 bərabərdir 70. Yəni, bu alfalar hansı enliklərdə onları tapacağıq. Alfa plus 10 bərabərdir 90-dan 70 çıxanda 20 eləyir. Alfa bərabərdir 10 dərəcəyə. Burada da 10 şimaldır.
Toplamaq üçün bu cənub olmalıdır. Yəni biri 10 dərəcə cənub enli idi. O birisini isə tapmaq üçün yenə alfa minus 10 bərabərdir 20 dərəcəyə, alfa bərabərdir 30 dərəcə. Burada da çıxma yazdığım üçün şimal olacaqdır. Deməli 30 dərəcə şimal enli. Biri 10 dərəcə cənub enli idi, biri 30 dərəcə şimal enli idi. Olacaqdır C variantı. 19. İlin bütün dövrü günorta vaxtı günəş şüalarının cənubda müşahidə olunduğu enlik 25 dərəcə şimal enli idi. Nəyə görə? Çünki günəş ora gəlib çata bilmir, ancaq özündən cənubda hərəkət edir. Maksimum 23,5 şimal enliyinə qədər gələ bilir. Ona görə də 25 dərəcə şimal enliyində yerləşən məntəqələr, elə Bakının özü, hamısı günəşi ancaq özündən cənubda, cənub-şərqdə, cənub-qərbdə görə bilir. 20-ci sual və son sual. Günəş 15 dərəcə şimal enliyində zenitdə olarsa, hansı enlikdə qütb ulduzunun görünmə bucağı ilə günəş şüasının düşmə bucağı bərabər olar? Gəlin baxaq. Qütb ulduzunun görünmə bucağı nədir? Elə coğrafi enliyin özüdür. Yəni alfanın özüdür. Alfamız x-dir və cavabımız da x-dir. Yəni deyir ki, məntəqənin özünə elə öz dərəcəsi qədər günəş düşər və günəş 15 dərəcə şimal enliyində zenitdədir. Düsturda yerinə qoyuram. 90 çıxılsın x. Burada şimaldır və qütb ulduzunun göründüyü məntəqə də əlbəttə ki, şimal olacaqdır. Yəni ikisi də şimal olduğu üçün minus 15 yazıram. Bərabərdir x-in özünə. Deməli 90 çıxılsın x, üstə gəl 15. Yəqin ki, düz açdım burada mötərizəni. Bərabərdir x-a. 90 üstə gəl 15 eləyir 105 bərabərdir 2x-a. X-i keçirdik bu tərəfə. X bərabərdir 105 bölünsün 2-yə. O da səhv etmirəmsə 52,5 eləməlidir. Yəni D variantı. Belə.